Salamlar, Üç Uşaqlı Ananın bir günü vloguna xoş gəlmisiniz. Давай, пойдем. Пойдем. Çağır. До свидания. Bugün çox maraqlı bir mövzu haqqında danışacağım. Mövzuya keçmədən öncə gəlin tema bağlamamı açaq. Yuxarıda promokod qeyd eləyəcəyəm. O promokod sayəsində aldığınız hər bir məhsula 30% endirim əldə edəcəksiniz. İlk olaraq belə bir dəst almışam, ütülüyüb əynimdə sizə göstərəcəyəm. Bəyəndim, əynində də məncə çox qəşəng qalır. Sonra isə belə bir sadə tulum aldım. Bu da əynimdə görüntüsü. Sonra duyğu üçün belə bir dəftər almışam. Bu dəftər çox qəşəngdir, sizə də məsləhət görürəm. Üstündə dəfələrlə yazıb sonra silmək olur. Beyin inkişafı üçün fərqli yazı və şəkillər var. Uşaqların burun aspiratoru xarab olmuşdu. Ona görə yenidən yeni bir aspirator aldım. Bu vlogda da Ayazın üstündə bu aspiratoru sınayacağım. Aldıqlarım bitdi, keçək mövzuya. Bəzən insan düşünür ki, qadın enerjisi nə qədər sirli bir şeydir. Bir qadın bir kişinin həyatına daxil olur və hər şey dəyişir. O kişi sanki yüksəlməyə başlayır. İşi düzəlir, pulu artır, bir-birinə bağlı hadisələr düzülür. Bir baxırsan maşın alır, ev alır, həyatı yoluna düşür. Elə bil o kişinin talih axışı birdən açılır. Amma bu hər qadında olmur. Hər qadının qadın enerjisi eyni deyil. Bir də belə bir şey var. Bəzən kişi bir qadından enerjisini ala bilmir. Qadının qadınlıq enerjisi zəif olur. Tam tərsi kişi borca düşür, işləri yolunda getmir. Kainat o tarazlığı pozmaq istəmir. Çünki hər ruhun nəyə ehtiyacı varsa onu bir yerdən verir. Və o zaman Allah o kişiyə bir uşaq yetirir. Çünki o kişi çox əziyyət çəkir, artıq qadının verə bilmədiyi enerjini övladından alacaq. Uşaq olur atanın enerji mənbəyi. Uşaqdan sonra işləri düzəlir, evinə bərəkət gəlir. Bəzən ona görə deyirlər, uşaq bərəkəti ilə gəlir. Çünki o enerjini artıq o balasından alır. Gəlin sizə bir nümunə çəkim, bunu çoxunuz eşitmisiniz. Bir gün bir prezident arvadına zarafatla deyir. Görürsən, sən necə bəxtəvər qadınsan, mənimlə evləndin və indi prezidentin həyat yoldaşısan. Qadın isə sakitcə gülümsəyib cavab verir. Xeyr, sən səhv düşünürsən. Mən səninlə evləndiyim üçün sən prezident oldun. Əgər mən o vaxt başqa biri ilə evlənsəydim, indi prezident o olacaqdı. Bu təkcə zarafat deyil, bu qadın enerjisinin necə işlədiyinin ən gözəl izahıdır. Bir qadın həyatına girdiyi kişinin istiqamətini dəyişdirir. Onun enerjisi ya kişini zirvəyə qaldırır, ya da tam əksinə yerə salır. Qadın sadəcə yanında duran deyil, o kişinin həyat yolunun enerji mənbəyidir. Bəzi qadınlar var, onlar yalnız qadın deyillər. Onlar bir gücdür, bir dua kimidirlər. Onlar girdikləri evin havasını dəyişir, toxunduqları hər şeyi yaşadırlar. Götürdü getdi. Ədə, yerindəydi də. Sen içinde savaş değil. Savaşıyorsun ona. O qadınların yanında kişi rahat nəfəs alır, həyatı axmağa başlayır. Bu tək gözəlliklə bağlı deyil, bu qadının içindəki ilahi enerji ilə bağlıdır. O qadın sevgi ilə verir, şəfqət ilə baxır, inancla yaşayır. O qadın sevdiyi kişiyə dua kimi toxunur və elə o toxunuşda bir bərəkət var. Amma nə vaxt ki kişi o qadını incidir, o enerjini itirir. Bu sadəcə söz deyil, bu kainatın qanunudur. Qadını ağladan kişinin həyatında nəsə pozulur. Əvvəl pulu dayanır, sonra içi daralır, evdə ruzisi azalır. Sanki bir şey onu aşağı çəkir, amma özü anlamır ki, niyə? Çünki qadın enerjisi bir bağ kimidir. Qadının içindən qırılırsa, o bağ qopur.
Kişi o enerjidən kəsiləndə həyat onunla danışmağı dayandırır. Bu cəza deyil, bu tarazlıqdır. Bəzən qadınlar deyir ki, kişi məni incitdi, amma bax, onun həyatı düz gedir. Pul qazanır, gülür, əylənir, xoşbəxtdir. Amma bil ki, bəzən o kişi başqa bir qadından bu enerjini alır. Əlbəttə, bunu hamıya şamil eləmək olmaz, amma olanda olur. O enerjini səndən itirəndə o boşluğu başqa qadınla doldurur. Amma bu uzun çəkmir. Çünki o enerji sevgi ilə deyil, ehtiyacla verilir. Kişi bir müddət yüksəlir, amma sonra yenə düşür. Çünki heç kim başqasının göz yaşının üstündə xoşbəxtlik qura bilməz. Qadının enerjisi təmiz olanda onun susqunluğu belə duadır. O qadın ağlayır, amma göz yaşları havaya yox, Allaha gedir və kainat qadının ahını yerdə qoymur. Bir gün o qadının həyatına bir nur gəlir, sakit bir sevinç gəlir, bəlkə bir işıq gəlir və sən baxırsan ki, sən sağalmısan. Kişi isə o vaxtdan bəri bir şeyini itirib, bəlkə icraatlığını, bəlkə balansını. O bəlkə başa düşmür niyə, amma qadın enerjisi bir dəfə çəkilib gedəndə o boşluq hiss olunur. Qadın enerjisi sadəcə kişini yüksəltmək üçün deyil, o evin ruhudur, ailənin dayağıdır. Qadın gülürsə ev gülür, qadın qəm içindədirsə evin havası boğulur. Qadın içində öz dəyərini itirirsə, həyat da onun dəyərini azaldır. Ona görə də qadın dəyərini kişinin davranışına görə ölçməməlidir. Çünki qadın enerjisi kişidən gəlmir. Qadın özü bir kainatdır. O torpaq kimidir. Bəsləyir, doğur, yenidən yaradır. İstəsə külün içindən belə gül çıxarda bilir. Qadın enerjisi sönəndə hər şey dayanır. Amma qadın bir qərar verir. Mən bitmədim, mən tükənmədim. O zaman o işıq yenidən yanır. Əvvəl səsində hiss olunur, sonra baxışında, sonra addımında. Bir gün o qadın güzgüyə baxır və özünü tanımır. Bu mənəm, deyir. Çünki o artıq əvvəlki qadın deyil. Ses çıktı. O artıq başqasından yox, Allahdan güc alan qadındır. O sakitdir, amma içində fırtına kimi bir enerji var. O artıq sevilmək üçün yox, sevgi olmaq üçün yaşayır. Qadının enerjisi ilə bağlı ən maraqlı həqiqət budur ki, o kişini dəyişə bilir. Amma qadın özü dəyişməyə qərar verəndə dünya da dəyişir. Əgər qadın özünü sağaldırsa, onun uşaqları, evi, işi, münasibətləri də sağalır. Çünki qadın enerji mərkəzidir. Onun içi təmizdirsə, hər şey axır. Onun içi doludursa, hər şey qarışır. Qadın öz enerjisini qorumağı öyrənməlidir. Hər incikliyə, hər sözə cavab vermək, hər dəfə özünü sübut etmək lazım deyil. Bəzən susmaq enerjini qorumağın ən böyük formasıdır. Ne kadar sürecek peki? Yaklaşık bir 6 saat sürdü. Qadın enerjisi sakitlikdən yaranır. Bir qadın sakitdirsə, o artıq öz gücünə çatıb. Çünki sakitlik inamın səsini daşıyır. Bəzən qadın öz enerjisini itirir. Çünki hər kəs üçün çalışır. Uşaqlar, ev, ailə, hamı üçün yaşayır. Amma bir gün özünü güzgüdə tapmır. Elə bil hər şey üçün var, amma özü üçün yox. O an dayanmaq lazımdır. Bir stəkan çay al, nəfəs al və de, mən də varam. Çünki qadın özünü unudanda enerjisi tükənir. Kişi enerjini qadından alır, amma qadın onu kainatdan alır. Qadın dua edəndə kainat titrəyir. Qadın ağlayanda Allah onu eşidir. Qadın gülümsəyəndə həyat ona cavab verir. Ona görə qadın hər şeyin içində olsa belə öz içindəki, daxilindəki enerjisini qorumağı öyrənməlidir. Enerjini sevmədiyin insanlara vermə. Əgər bir yerdə sönürsənsə, deməli orada qalmaq sənlik deyil. Sen burada? Ne güne koymuşsan sen buranı? He? Safiyeti kalan niye açıp tökmüşsün, cırmışsın? Ay Şirin. Ay Şeker. Ne günün adı bura? Neynəmsən? Qadının enerjisi axanda həyat da axır. O duranda həyat da dayanır. Bəzən qadın bir dua ilə hər şeyi dəyişə bilir. Sadəcə Allahım, mən özümü sənə təhvil verirəm deyir və yollar açılır.
Həyatda elə qadınlar var ki, onlar unudulmur. Onları unuda bilmirsən. Onların adı yox, enerjisi qalır. Onlar bir dəfə baxır və sən dəyişirsən. Onlar danışmır, amma hiss etdirir. Bu qadın enerjisinin möcüzəsidir. O səssizdir, amma hər şeyin içindədir. O doğur, bəsləyir, sevir və bəzən sadəcə baxmaqla şəfa verir. Amma qadın enerjisinin ən dərin sirri o bağışlayanda güclənir. Qadın incik qalanda tükənir, amma bağışlayanda yenidən doğulur. Çünki bağışlama ruhun təmizlənməsidir. Bəzən sən bağışlayırsan, amma o bunu anlamır. Fərq etməz. Sən o an özünü azad etmisən və o azadlıq enerjini təzələyir. Gördün özünü. Ne? Şkafa değdin. Hadi. Biraz ehtiyatlı ol da bunun. Ezilirsen axı. Aferin. Ha. Aşağı. Sağ ol elədir. Gel. Qadın enerjisi ilə kişi enerjisi birləşəndə həyat düzəlir. Amma biri çoxaldıqda biri sönür. Ona görə hər iki tərəf balansı qorumalıdır. Git. Aferin Duygu'ya. Gidelim. Ver annem mamaya. Pelikanı. Gel pelikanı çık. Tələsirsən, ana tələssin. Yavaş. Qadın enerjisi sevgi, şəfqət, anlayış, yumşaqlıqdır. Bu zəiflik deyil, bu yaradılışın öz gücüdür. Kişi isə dayağı qoruyan tərəfdir. Amma qadın ruhu olmadan o dayağın mənası yoxdur. Evin açtım. Özün açırsan. Boynu açtım. Aferin sana. Sağ ol elə. Gittin. Kaç. Aç kapını aç. Aç görüm necə açırsan. Aç bakalım. Ne oldu? Kömək edeyim sənə. Bir kömək edeyim sənə. Kapını sağa. Fırlat bir yana fırlat. Duyğunun ayısı gözləyir Duyğunu. Ay gözləyir səni. Hadi bir yana bak. Sen benden ne istemiştin? Çekil. Mama sen için pişireyim çiğ köfte. İyisen. Vereyim sana. Yaxşı. Qadın sevdiyi zaman ev, ailə yaranır, həyat gözəlləşir. Amma qadın incikdirsə evin işığı sönür. Kişi evin başıdır, amma qadın o evin canıdır. Bu arada əziz xanımlar, əgər məni bura qədər izləmisinizsə, kanalıma abunə olmağı, mənə xoş rəylər yazmağı unutmayın. Sizin yazdığınız gözəl rəylər mənə motivasiya verir. Hər dəfə düşünürəm ki, sizin üçün daha maraqlı, daha gözəl nə çəkim. Güzelim. Özün içirsən bunu yoksa ben çizdirim seni. Gel. Kereviz. İç. Bebiş. Ha kereviz iç güzelim. İç. Taklataka. İçmirsən. Taklataka. Ben çizdirim seni buyla. Bu ne çek? İçek buyla. Mama. Ha özün iç. Özün iç. Mama. Hadi. Qadın enerjisini qorumalıdır. Çünki o enerji bərəkətdir. Bərəkət sənin səsindədir, baxışındadır, dua etdiyin andadır. Unutma, sənin enerjin kiminlə olduğuna görə dəyişir. Səni kiçildən, yorğun edən, ağladan yerlər sənin enerjini alır. Səni güldürən, dəyər verən yerlər isə enerjini artırır. Qadın enerjisi ruhun səsi, yaradılışın nəfəsidir. O yerdə gəzən bir dua kimidir. Əzizlərim, siz dua kimisiniz. Sadəcə bunu unutmayın. Sizə bunu xatırlatmaq istədim. Məni sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Gözəl xanımlar, hər birinizi sevirəm.
Özünüzə yaxşı baxın, özünüzdən müğayət olun. Gələn vloqlarda görüşənədək. Ay mama. Mamat kimdir? Ay mama. Aycan. Al üstünü tatı. Ört. Ay ya soyuq olar? Ha. Ört. Ay sən nəyindi? Güzel. Güzelindi. Tanesi. Nage. Sofa. Sadece. Noni. Çox arxaya getməyə yıxılarsan gözəlim. Bu da kısa. Sadece. Sadece. Eşi.